Bir tərəfdə istehlak krediti, digər tərəfdə kart borcu, başqa bir yerdə isə taksit ödənişi. Maliyyə yükü çoxaldıqca vətəndaşlar yeni çıxış yolları axtarmağa məcbur olur. Son dövrlər ən çox seçilən variantlardan biri bütün kiçik borcları bağlayaraq bankdan daha böyük kredit götürməkdir. Bəzi vətəndaşlar aylıq ödənişlərini azaltmaq üçün bu kreditləri evlərini girov qoyaraq əldə edirlər. Məqsəd isə fərqli yerlərə edilən ödənişləri bir mərkəzdə toplamaq və büdcəni daha rahat idarə etməkdir. Bəs bu sərfəlidirmi? Öz növbəsində bir sıra risklər yaradır. Yeni böyük məbləğdə kredit götürərək ödənişi ora ediriksə, misal üçün də, biz artıq ödədiyimiz kreditləri hardasa bir növ sıfırlanmış kimi oluruq. Banklar ilk öncə ilkin ödənişlərdə, ilk aylarda ən çox kredit faizi qismini belə deyək də şəxslərdən alırlar. Yəni birinci ödənişlərdə daha çox kredit faizləri olur. Daha sonra əsas məbləğdən azalma gedir. Neçə krediti də belə ödədikdə orada ilkin aylarda böyük qismdə kredit faizlərini ödəmiş oluruq. Lakin bunu sıfırlayıb yeni böyük bir kredit aldıqda biz artıq o kredit faizlərində də itirmiş ola bilərik. Məbləğlə yanaşı müddət də çox vacibdir. Bir çox hallarda kreditlərin birləşdirilib tək bir mənbəyə ödənilməsi zamanı kreditin qaytarılma müddəti uzana bilər. Kamran Hacıyev bildirir ki, bir çox hallarda bankdan kredit götürmək üçün mənzil girov qoyulur. Bu halda isə təkcə kredit öhdəliyi yox, artıq mənzil də risk altına düşmüş olur. Üstəlik banklar girov olaraq götürdükləri mənzili çox vaxt bazar qiymətindən xeyli aşağı qiymətləndirirlər. İlhamə Kələyeva, Davud İbrahimov, Əli Ələkbərov, Xəbər Ertəsi.